Assalamu aleyküm dədə balası. Hər vaxtınız xeyir olsun. Bu videonu qaçırmayın, sona kimi izləyin. Mən ədər yerə demirəm ki, Cənubun bir nömrəli əmlakçısıyam. Bir dənə sizə gözəl ev tapmışam. Vay, 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 vay. Boş yerə tərif vermək bizim işimiz deyil. Biz tərifə layiq evləri tərifləyirik. Deməli, Lənkəran şəhərində Sahil Şadlıq evi yadınızdadır da, Stamordov körpüsündən çatmamış sağa dönürsən, düz Vidadi küçəsi ilə gəlib çıxırsan bazarın arxa məhəlləsinə. Super bir dənə ev. Həyətyanı sahəsi 7 sotdur. 2 mərtəbəli evdir. 300 kvadrata yaxın ərazisidir. Amma elə bir qiymətə verəcəyəm sizə bu evi. Deyəcəksiniz ki, necə olur axı bu qiymətədir bu ev? Qardaşınız tapır da. Hər işin öz ərbabı var da. Bir dənə həyətə bax. Bir dənə bu gözəlliyə bax. Bir dənə bu landşafa bax. 7 sot həyətin hamısı tam etdənib. Gəl dədə balası. Bir dənə burada yay mətbəxi var, onu indi sizə göstərəcəyəm. Bir dənə bura qazanxanaya baxın hələ. Bir dənə kababxanaya baxın hələ. Bəh. Evyəsi həcidir, səs eləmiyim, pəncə söhbət eləmirəm. Amma nə gedər. Videonu görsə öldürəcək məni. Bəli, gördüyünüz bu ərazi evin xanımının öz aşpazlıq məharətini göstərdiyi bir zonadır. Gəlin getdik evin içinə baxaq. Gəlin getdik. Gəlin dostlar, gəlin. Hələ əsas məsələ qabaqdadır. Bir dənə bura baxın, bir dənə buna baxın. Bir dənə bu gözəlliyə baxın hələ. Qonaqlar üçün masa. Necə deyərlər, yeyib içmək zonası. Bəh. Bu evdə 3 dənə mətbəx var. 3 dənə mətbəx. Onlardan biri bax budur. Baxın, yay mətbəxi. Hacı xanımdan üzr istəyirəm, burada ayaqqabını çıxartmıram, amma yuxarı çıxanda mütləq ayaqqabını çıxardacağam. Bunu silmək asandır. Baxın bu dekora, baxın bu gözəlliyə. Bu mebellərin möhtəşəmliyinə baxın. Bir dənə bu manqalın gözəlliyinə baxın. Manqala. Bəh. Bax qardaşım, bax bunu tərifləyərlər. Bax buna deyərlər bal kimi ev. Yoxsa hər bir dənə dağıntının qabağında qalıb evi tərifləməklə deyil ki, qardaş, xalqın gözü tərəzidir. Bu bizim yay mətbəximiz bütün təchizatı ilə bir yerdə. Necədir siz üçün? Gəlin getdik bir də evin içinə baxaq görək nə var nə yox. Baxın dostlar, bax bura ikinci mətbəxdir. Bura girmirik. Burada deməli bax evin xanımı. Hacı xanım burada ancaq balıq, ət yeməklərini burada bişirir ki. Yəni nə o mətbəxdə, nə evin içindəki mətbəxdə qoxu-moxu bilirsiniz də bu talışların mətbəxində. Vay dədə, ağzımın suyu axdı ki yenə mənim. Bax bu da o işlər üçündür. Evin altı da, skladdır da, bütün əşyalarınızı ora toplaya bilərsiniz. Gəlin çıxaq yuxarı görək yuxarıda nələr var, nələr yox. Bir dənə evin giriş hissəsinə də nəzər yetirək. Ondan sonra gələk evin içinə baxaq. Bax burada bir dənə həyət üçün sanitar qovşağı yerləşir. Qapılar da ki görürsünüz, hər şey göz qabağındadır. Bax bir dənə həyət üçün burada sanitar qovşağı var. Bax qəşəng sanitar qovşağı. Qapılar da jalüz qapılardır. Uzaqdan idarə etməklə işləyən qapılar. Həyət başdan başa tam et. Evdəki qardaş baxın da, birinci mərtəbəsi kabançıq, ikinci mərtəbəsi də Lənkəranın olmazsa olmazı. Qırmızı kərpic. Lənkəranın bilirsiniz ki, olmazsa olmazıdır. Gəlin indi çıxaq yuxarıya. Bir dənə görək nə var nə yox. Əsas qəribə ağlamaq bax burada tutacaq. Qəribə ağlamaq bax burada tutacaq. Gəlin qardaşlar, gəlin. Gəlin, xoş gəlmisiniz, həmişə siz gələsiniz. Burada da bir dənə masa var. Daxil oluruq evin zalına. Bax burada bir dənə eynəyi çıxardıram ki, gözlərim yaxşı görsün. Daxil olduq, bir dənə böyük, geniş zaldır. Bax, qəşəng bir dənə zaldır. Gördüyünüz əşyaların əksəriyyəti qalacaq. Bir-iki xırda əşya var ki, ev sahibi onları götürəcək. Qalan bütün əşyalar yerindəcə qalacaq, dostlar. Bütün əşyalar. Sizə 2 dənə mətbəx göstərdim axı. Gəlin bir dənə də 3-cü mətbəxi sizə göstərim. O da evin 1-ci mərtəbəsində yerləşir. Yüksək səviyyədə təmir olunub. Bu mətbəxdə bir dənə soyuducun elə bir 4000 manat qiyməti var. Samsungdan 2 qapılı. Gözəl, işıqlı mətbəxdir. Xanımların ən arzu olunan ərazisi. Bura isti döşəməklə təchiz olunub.
Burada da bir dənə sanitar qovşağı mövcuddur. Daha açıb içini göstərmirik, tam təmirlidir. Gəlin getdik, gəlin getdik. Hər mərtəbədə kondisionerlər var. Burada bir dənə yataq otağıdır. Gəlin baxaq, gəlin baxaq. Bax, belə bir yataq otağıdır burada. Əşyalar haqqında artıq danışmaq istəmirəm. Çünki əşyaların hər biri bahalı, keyfiyyətli mallardır. Özünüz də videoda görürsünüz. Görünən kəndə nə bələdçi. Növbəti otaq var. Gəlin növbəti otağa da baxaq. Orada da bir yataq otağıdır. Oranın da təmiri elə bu otaq kimi demək olar eynidir. Normal təmir. Normal deyəndə yüksək səviyyədə təmirdir də qardaş. Yüksək səviyyədə təmirdir. Gir bax. Özünüz girin baxın. Özünüz girin baxın qardaşım. Bu arada bir şey qeyd edeyim ki dostlar, videolarımıza daha keyfiyyətli baxmaq üçün YouTube'da Dədə Balası Əmlak yazıb abunə olun ki, orada videoların keyfiyyəti ölmür. TikTok isə keyfiyyəti öldürür. Hal-hazırda professional aparatla çəkiliş edirik, amma nə etmək olar ki, TikTok keyfiyyəti öldürür. Gəlin çıxaq yuxarı, gəlin çıxaq yuxarı. Görək ikinci mərtəbədə nə var, nə yox dostlar. Gəlin, 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 gəlin. İkinci mərtəbənin panoraması birbaşa açılır Xəzər Lənkəranın stadionuna. İndi görüntülərdən nə qədər görsənir bilmirəm, amma məlumat üçün bildirim ki, dostlar, buranın təbiəti çox gözəldir, çay qırağıdır. Və ikinci mərtəbədə böyük bir dəhliz bizi qarşılayır. Dəhlizin baş tərəfində bir dənə qonaq otağı var. Gəlin o qonaq otağına bir dənə baxış keçirdək yaxından. Bir dənə burada qonaq otağıdır. Baxın, tam təmirli, yüksək səviyyədə əşyalarla təchiz olunmuş qonaq otağıdır. Yəni bu sırf qonaqlar üçün nəzərdə tutulmuş bir otaqdır ki, qonağı birinci mərtəbədə qarşıladın, yedizdirdin, içizdirdin. Burada da istirahətinə yola salırsan. Və qonaq otağından dərhal sonra bir dənə də otaq var. Daha ora girmirik, orada ev sahibi var. Girmiyor ora. Sol tərəfdə bir dənə sanitar qovşağıdır. Buna da bir dənə yaxından baxış keçirdirik. Və gedirik növbəti otaqlara baxmağa dostlar. Bax, bunu ev sahibindən xahiş eləmişəm ki, ev satılsa pulzad istəmirəm. Bunu mənə hədiyyə verəcəklər. Bunu heç kəsə verməyəcəm. İndən deyirəm, bilin. Gəlin getdik. Arıqlamaq lazımdır. Bu balkonu əritmək lazımdır. Gəlin, 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 gəlin. Bu güzgünü bayaqki kadrlarda gördünüz. Super göstərir bu güzgü adamı. Bax, burada da bir istirahət güşəsidir, TV stendi, künc divanı. Xüsusilə bu evin çılçıraqlarını qeyd eləmək istəyirəm. Hər biri bahalı çılçıraqlardır dostlar. Bəli, burada da bir dənə otaqdır qardaş. Gəlin baxın. Yüksək səviyyədə bir dənə də otaq buradadır. Burada da kondisioner var ayrıca. Gəlin gedək növbəti otağa baxaq. Yəni qiyməti sizə elan eləyəcəyəm dostlar. Yəni bu qiymətə bu ev həqiqətən də dəyər. Yəni boş danışmıram da dostlar, boş danışmıram. Valla boş danışmıram, həqiqətən də dəyər. Pulun varsa qardaşım, gəl al. Lənkəran şəhərinin mərkəzində padmayak mənzillərin kvadratını 1500-dən aşağı bu dəqiqə tapa bilməzsən. Biz bunun axırda sizə kvadratını elan eləyəcəyik, qiymətini də elan eləyəcəyik. Deyəcəksən qardaş, deyəcəksən dədə balası, sənə əhsən, yenə tapmısan Gəl. Bəh, 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 ımçicizə, Bax, bunu tərifləyərlər də qardaş. Bunu tərifləyərləri sənin boş-boş dönərəm. Adam boş-boş necə tərif eləyər axı? Bunu tərif eləyərlər qardaş. Düz demirəm? Yazın kommentariyalarda. Qiymət 300 kvadrat 300 min 1000 manata düşür kvadratı. 1000 manata düşür. Belə şey yox deyə. Bütün əşyalarıyla bir yerdə. Bir-iki əşyanı eviyyəsi aparacaq. Hələ gəlin söhbət eləyək, bəlkə o bir-iki əşyanı da götürmədi. Mən danışaram. Gəlin. Telefon nömrəmiz 050 321 4502. Əlaqə saxla. Bu möhtəşəm ev sənin olsun. Dədə balası. Dədə balası.